Gedirsən alsan xidmətə. Kefin istəyən sənətləri yığıb aparmırsan ki, səndən tələb olunan sənətləri gətirsən. Gətirməsən qəbul deyil. Baxma ki, sənət gətirirsən. Deyir, qardaş, sənətlərin düz deyil. Get gətir. Falan yerə pesat yoxdur. Falan sənət vaxtı keçib. Çünki qəbul eləyən daxı. Qəbul eləyən şərtlər qoyur. Qəbul etdirən yox. Sən də başını sağa girsən düzətməyə. Demirsən, mən sənətlərlə gəlmişəm. Deyir, başa düşdüm ya, amma düz deyil. Aydındır. Qəbul eləyən gör necə deyib səndən, necə qəbul eləyəcək, o cür çalış olmağa. Allahın razılığı əsaslı mühümdür. Lakin o necə istəyir elə, mən istəyən kimi yox. Çünki biz adam insanıq, hələmizin bir ağlı var, hələmizin də bir siması, surəti var. Surətlərimiz fərqlidir, ağıllarımız da fərqlidir, İbn Qeym deyir. Ona görə şəriət ağılları yığıb bir dənə yerə, Quran və sünnə. Buraxmayıb ağılları ağıllara. Aydındır, yoxsa hamı azardır. Sənə görə sən düzüydün, mənə görə də mən düzüydüm. Ağlı istifadə edə bilərsən, maşın alanda, ev alanda, öz şəraitini qurmaq üçün heç yoxdur. Amma mən belə də yaxşı müsəlmanam, mənə belə heç nə olmaz, mən kişiyə daş atmıram, toyuğa daş atmıram, mən yaxşıyam, mən namaz qılmıram, amma namaz qılandan yaxşıyam, mən sədəqə verirəm, mən belə, sənə elə gəlir. Hələ olsaydı Allah dedi ki, kişiyə daş atmayayım, bir də hərdən nəsə verin, orada burada, düzəldi işimiz. Gedəsiz cənnətə. Elə demədi axı, dedi ki, yox, belə eləyin, kitab indirdi, izah eləyən Peyğəmbər göndərdi. Bax, bu sənin nəfsimin və bizim nəfsimizin qoyduğu, güya Allah bizdən razı formasıdır. Bir də Allah da özü qoyduğu razılıq forması.